Gəlin 8 Mart hədiyyəmi mənimlə birlikdə unboxing edək. Hədiyyəni açmazdan əvvəl bütün qadınlarımıza sevib sevilməyi, maddi azadlığı və öz ayaqlarının üzərində durmağı arzu edirəm. Xatırlatmaq istəyirəm ki, ən güclü varlıqlar elə bizlərik. Biz istəsək, istədiyimiz hədiyyəni, istədiyimiz gülü, istədiyimiz sözü ala bilirik. Gələk mənim 8 Martda aldığım hədiyyəyə. Qutudan çoxlarınız da düz təxmin etdiyi kimi bu Dyson fenidir. Açığı bu Dyson feni illərdir çıxıb viral olsa da sırf bunun virallığına aldanıb almaq istəmirdim. Lakin bir dəfə istifadə etdikdən sonra necə deyərlər, sosial kültürün qurbanı oldum. Mənim bu fenlə ilk tanışlığım Dohada oldu. Belə ki, Dohaya qrup turu aparan zaman tur iştirakçılarından birinin saç fenindən istifadə etdim. Və bəli, videoda gördüyünüz kimi həmin o fen Dyson Airwrap idi. Bir fenin müxtəlif başlıqları ilə saçımı həm qurudub, həm düzləşdirib, həm də burdım. Təsəvvür edin, 2 gün Dohanın hər yerini gəzdi, amma mənim saçımın buruqları dağılmadı. İlk dəfə orada təcrübəmdən keçirdikdən sonra mən başa düşdüm ki, bu fenə ehtiyacım həqiqətən də var. 8 Mart qabağı video hazırlayıb lazım olan adamı öz ismarıcımı da göndərdim. Bir dəfə də sizinlə test edib videosunu da çəkəcəm. Özünüzə yaxşı baxın, sevgi ilə qalın, hələlik.